Salam, hər vaxtınız xeyir. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərlərinin ələ keçirdiyi erməni terroristlərin məhkəməsi davam edir. Məhkəmə zamanı zərər çəkmişlər, yəni 1-ci Qarabağ müharibəsində erməni terroristləri tərəfindən işgəncəyə məruz qalmış azərbaycanlılar ifadələrini verirlər. Bugün studiyamızda da həmin azərbaycanlılardan biri var. Salam, xoş gəlmişsiniz. Salam. Özünüzü təqdim edərdiniz zəhmət olmasa. Mən İslamov Elşən Sabiroğlu, Səlyan rayon Arbatan kənd sakini. 1979-cu ildə anadan olmuşam. Və 1997-ci ildə Səlyan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yollanmışam. Elşən bəy, hansı istiqamətdə xidmət etmişsiniz? Gəncə olub, sonra Daşkəsən olub. Necə oldu ki, əsir düşdünüz? O anları danışın zəhmət olmasa. 98-ci dekabrın 28-i. Xidmətdə olan vaxtda, yəni ki, sizə necə izah edeyim, saat 4-5, yəni qış vaxtı da dekabrın 28-i, yəni soğuq aylar, çiskin, duman, yəni heç yeri görmürdü. Halbuki məsəl üçün o birisi əsgər yoldaşı görənmirdi. Yəni həmən vaxtda olub, yəni ki, kəşfiyyat girib, avtomatın arxasından vurub, yəni nə öz silahım da olub, nə silahı işlədə bilmişəm, nə də qışqıra bilmişəm. Yəni ki, özümdə olmamışam. Artıq ailanda onlarda, yəni onu da bilmirdim. Yəni onlar, o əsir yoldaşlarım bilər, qara başa torba keçirdirlər ki, harasa görməmək üçün. Yəni ki, o şəkildə ailanda yenə də bilmirdim, elə bir yuxu kimi idi mənim üçün. Ailanda hiss elədim ki, danışır 2 nəfər bir-biri ilə, amma başqa dildə. Başqa dildə bir də ki, hiss elədim ki, qolum bağlıdır. Yəni əllərimi məftillə deyim, ya belə elə bir metçə ilə bağlamışdılar ki, yəni dəbərdə bilmirdim. UAZ markalı maşınların sideninin üstündə dəmir olur belə, at delinə, ona bağlamışdılar. Yəni ondan sonra bildim ki, yadıma düşdü ki, mən vuruldum, vurulmuşam. Bunların danışığından bildim ki, ermənidir. Bəli, gətiriblər həmin o hansı ki, həmən o atışdığımız yerə, yəni onlar çox yaxın məsafə idi. Bəli, yəni ki, bir-birimizi söyəndə də söyüşümüz çatırdı. Yəni o dərəcədir. Biz tərəfdən baxanda, yəni qarşıdakı post, eləmi? Həmişə atdığımızda, yəni onların postları olan yerə gətirdilər. Yəni ki, onların rezerv deyək də belə bir yer idi. Ora gətirdilər. Yəni düşdülər maşından, maskamı başımdan çıxartdılar, qara parça idi. Qolumu açdılar, düşürtdülər. Düşürtdülər, yəni necə deyim, 30-40-a yaxın soldat var idi. Yəni həyətdə. Məni gətirdilər, o hərbi hissəsi komandiri idi, nə idisə onun yanına. Girdim içəriyə, bir ofitser idi. Biri də yaşlıydı, amma yəni bilmədim, o ofitserdir ya soldatdır. Sonra ofitser çıxdı çölə, soldata nə isə dedi, çöldəki soldata. Üstündən 5 dəqiqə keçmədi, mənim üçün paltar gətirdilər. Bir yay şalı var, bir köynək, bir də ket, yəni belə bir şey. Ki, yəni paltarı soyun, vay formu, yəni dəyiş, bunu giyin. Soyundum, onu da giyindim. Giyindim, formaları atdılar çölə. Atdılar çölə. Həmin ofitser gəldi, remenin açdı, remenin dəmiri ilə başladı vurmağa məni. Özə dəmirliyin. Vurdu o yerə qədər, yəni dəbərə də bilmirəm, yəni necə deyim, təzə düşmüşəm də, yəni başqa bir şey fikirləşə bilmirəm. O yerə qədər yıxıldım yerə. Yıxıldım yerə, demək, onların qaldığı yerdə belə, necə deyim, taxt kimi var idi, belə bir şey.
Mən elə bir yıxılıb fırlananda remenin dəmiri keçdi, ona çıxdı. Elə bir ki, naxışım gətirdi ki, çıxdı. Amma dəydiyi yer partlayırdı. Yəni ki, dəydiyi yerdən qan çıxırdı. O bilirəm. Mən də əsgər getməmişdən qabaq qızıl diş qoydurmuşdum bir dənə. Bu dişimi gördü. Getdi, Plaskovski gətirdi. Gətirdi, patinka ilə boğa belə sinəmə sıxıb, ağzımı açıb, o qızıl dişi diş qarşıya çıxartdılar. Diş qarşıya çıxartdılar, halbuki keçitmə idi məsəl üçün, o keçitməyə çıxarda bilərdi, ancaq diş qarşıya çıxartdı. Çıxartdı, yəni pis vəziyyətdə. Pis vəziyyətdəyəm. Sonra, durğuzdular mənə. Ofisier çıxdı çölə, məni də çıxartdılar çölə, saldatlara nə isə dedi. Dedi, 2 də saldat gəldi, qolumdan tutdu, apardı. Apardı, bildim ki, döymək üçün deyib. Döymək üçün, amma içəridə peçi dediyimdən elə də təsirlənmirdi. Elə ki, paltarım da yay paltarı verilib, dekabr ayı, dağ zonası. Çöldə də qar. Çıxdım, təsəvvürlə ki, ayağım tutuldu soyuqdan. Belə saldatlar apardı mənə, o pişi yığıldılar başıma. Yığıldılar başıma, biri çıxartdı başıma, o dəbilqə deyək də, kaska qoydu başıma beləncik. Qoydu, o bursu da ştiqlonla çıxartdı, başladı kaskanın üstündən vurmaq. Kaskanın üstündən vurdular, o yerə qədər hiss elədim ki, nəysə hissi bir şey gəlir. Başımı partladmışdılar. Vurdular, o yerə kimi yerdə qaldım. Qaldım, demək bunlar neynədi? Hissləri soymadı. Uzatdılar, üzü yuxarıya uzatdılar, qollarımı açdılar, xres kimi, xres fasonda, əllərini də qoydular qolumun üstünə. Biri getdi, KAMAZ maşınları var, halbuki onları gətirir, aparır həmən zonaya da. Getdi, benzin gətirdi. Gətirdi, yəni benzini tökdü hər bir tərəfə başımdan başqa. Tökdü, axırda da kanistri qoydu başımın altına. Başımın altına, biri də o biri tərəfdə məftildə lopa düzəldir ki, nəysə yandırmaq üçün, belə. Yandırmaq üçün, hələ mənə çatana yaxın, oradan ofisier, həmin ofisiyerin yanındakı qışqırdı ki, buna nəysə dedi. Bu da bildim ki, söyə-söyə lopanı atdı o üzə, çatdılar, başlarlar patinka ilə bir-iki deyə. Yəni ki, həmən vaxtı bəlkə deyərəm ki, ən yaxın, valideynlə məsələn yaxın yox deyirəsə, valideyn görsəydi bəlkə tanımazdı ki, mən onun uşağıyım. Yəni elə bir vəziyyətdə idi. Nəysə, durğuzular ayağa. Durğuzular ayağa 2 nəfər elə bir Jeep markalı maşınla idi də, Vayenniyə aid. Onunla gəldilər, bunlarla nəysə danışdılar, danışmadılar, mindirdilər arxaya maşına, özə 2 sidenin arasına başım qalxmadan. Üçlü vəziyyətdə. Ayağını da qoyur kürəyə və bu vəziyyətdə apardılar. Apardılar, amma bilmirəm kimlərdir, hara aparırlar. Apardılar, yəni biraz çıxdılar, dağa çıxır. Hissələm ki, maşın dağa çıxır. Çıxır, nəysə çıxıb saxladılar. Elə bir yerdə saxladılar ki, elə bir ki, ancaq dönüb qayıda bilərsən. Yəni sıldırım yerdir belə. Düşürtdülər. Maşınla aramız təxminən bir 5 metr ya da belə bəlkə də olar. Dedilər ki, get ağac var, düz dağın tinində. Get ağaca söykən, səni güllələyəcək. İnan Allaha nətər sevinirəm ki, güllələsinlər. Ki, yəni bilirəm ki, bu ancaq döyüş kəncə xoşlayırlar da bunlar. Demək, getdim ağaca çatana yaxın, gördüm ki, çay axır aşağıda, belə balaca görünür. Dedim, əla, yəni vurmasalar elə özümü buradan tullayacam, hiss elədilər. Dedilər, yox, çox getmə, biraz bəri gəl. Bildin necə? Gəldim, baxıram bunların üzünə. Baxıram, zaracadır bəlkələr 2 nəfər, mağazində dolu. Ancaq sevinmə ki, güllərlə, bir mağazin razıyam, 2 mağazində ancaq güllələsinlər. Dedi ki, bizə baxma, üzü o izə çör. Fərqi yoxdur. Üzümü çörəndə gördüm həmin postumuzu. Məni tutduqları yer göründü.
Bildin necə? Hansı ki, həmin yerdən məni götürüblər. Səhərdir də, açılıb səhərdir. Başladılar atmağa. Atırlar, təsəvvürlə ki, necə deyim, özümdə fikirləşmişəm ki, yəqin bunlar güllə atır, mənə dəyir, düşür, yəni Allahın möcüzəsiz. Bunlar niyə vura bilmirlər? Mən ya istidir, bilmirəm. Bildim, belə şeylər fikirləşirəm. Amma gözümün qabağına yadından keçir güllə. Hiss edirəm ki, keçməyə yadın. Nə qədər atandan sonra dayandılar, hərəsinə bir mağazin boşaltmaq az zor. Dayandılar, gördüm gülüşürlər. Gülüşəndə mən məcbur oldum, bunlara baxdım belə. Gördüm, baxın mənə gülürlər. Belə baxdım üst başıma ki, ayağımın altına nə qədər güllə atıblar. Qar, palçıq, üstün bir gündədir yəni, bildin necə. Özümdən bir qədər qışqırdım bunların üstünə, istirlərçi, yəni ki, bəlkə hissəndirim, bunlar vırsınlar. Çağırdı, yaxın gəl. Gəldim, avtomatın arxasından mədəmə nətər vurdularsa, bir var ki, riski eləyəsən, tədricən, amma vurmağı ilə elə yerdə qalmağım bir oldu. O vəziyyətdə də yenə maşının arxasına basdılar, ayağı kürəyimə gətirdilər, çassa ki, həmin ki, o yerlərinə rezervə. Şuşaya aparılana kimi təxmini neçə gün keçsi? Demək olar, həmən günü gətiriblər, tutulan günü gətiriblər. Demək, həmən Şuşaya gətirilməmişdən bir yarım saat qabaq, həmin o UAZ markalı maşın yox idi, gətirdi məni bir otağa. Həmin otaqda təsəvvürlə maşın dayandı, başımdan qara parça çıxadanda həmin o ermənini gördüm, indiyə kimi gözümün qabağındadır. O uşaqları nəyinəsə qorxuzarsan, elə bir şey idi. Yəni ki, o boyda, saqqalın içində belə də vəhşi, elə bir meşədən çıxmış bir də vəhşi ilə dedim, məvsiyodur, elə bu öldürəcək 100%. Birdən elə bir ki, o saqqallı ayıldı, oturduğum yerdə. Durdu, nə tərəf vurdusa, stol qaşıq arxası düşdüm yerə. Akasiya bunların öz fikirlərində də şərəfsizsizə nə şəhid olacaq. Demək, 3-4 nəfər indi kimsə ölüb, arxa tərəfində divardaymış. Bir də xristi vurublar onların yanına. Yəni ki, dinitdə güya bunlar. Yəni, mən arxamı çörmüşəm onlara. Bildin, yəni özləri verib faksitol oturmuşam. Xristi ötürdü ki, bunu öpməlisən. İnan, təsəvvür o qədər döydü, axırı gördü ki, yəni mənim heç hərəkətim yoxdur, ölümcül vəziyyətdə gəlmişəm, deyil mi? Yəni maşında ayılan adama nə hərəkət olacaq? Xristi dayıyıb ağzıma ki, yəni dodağa dəysin ki, yəni güya öpdümsən. Bildin necə belə? Nəysə, onlar da bir-iki də döyəndən sonra məni göndərdilər saldat türməsinə. Gəldim, saldat türməsidəki elə bir ki, necə deyim, Afrikada o adam yiyənlərin yanına elə bir gətiriblər səni. Gətiriblər, birin gözü kör, birin barmağın ikisi yox. Yəni də biri axsir, bilirsən ki, şikəstsi. Bizimkilərlə döyüşüblər. Döyüşdə oldu 92-ci illə, yəni o vaxtların döyüşündə yaralanan olublar. Bunları nazor qoyublar. Bildin necə? Təsəvvürlə ki, psixinətər olar bunlar. Getdilər, dijurkaları var, düz göz qabağında saldılar. 4 divar, beton, dəmir qapı, bir də işıq var, o da raşotkanın içində, betonlu yerə. Təsəvvürlə ki, dekabr, yanvar ayətdə belədir. Çıx burada qalasın, beton üstündə qalasın. Demək, nə edirlər? Məsələn, ayaq yoluna gedirsən, ya xadın o günlər bir dəfə hamama güya çıxardılır. Qapıyı açır. Məsələn, ayaq yoluna getmək üçün 3 dəqiqə gedib çatmalısın. Deyir, sağda baxır, deyir ki, sənin məsəl üçün 4 dəqiqin var. Sən və olsa bilirsən, o 4 dəqiqə heç gedib çatarsan, çatmarsan belə. Gedirdik, məsəl üçün 6-7 dəqiqəyə gəlirdin, 2 dəqiqə dibinka vururdu kürəyindən. Bildin, vurma metodudur da əlində. Gəlib oturdun, bilmirdin, ağlayasan ya güləsən ki, yəni mən nəyə görə vuruldım. Elşən bəy, Qırmızı Xaç nümayəndələri sizlərlə görüş keçirirdimi? Ay yarım idi qalırdım. Bir dəfə bunlar gəldi, nazorlar, hansı ki o dibinkanlarla vuran, dedi ki, bunlar mənə deyir, mən başa düşmürəm. Deyir ki,
Krasnı Krest gələcək. Mən də bilmirəm, ağlıma gəlməsi ki, belə bir təşkilat var, yəni nəysə. Ancaq deyərsən yaxşı, nə desələr dinən yaxşıdır. Ancaq fikirləşirəm ki, ay Allah, o fikrimdə nə tutmuşam, bunlar o xaçı yandırıb damğa vuracaqlar. Yəni o mən görməyim də özümdə. Bəlkə də özümdə görsəydim, mən Azərbaycan əsirlə də özümü öldürərdim. Çünki xaça yola. Çünki yandırıb damğa vururlar. Mən ancaq o fikirləşirəm. Ancaq bu niyə deyir, yaxşı deyərsən, beləncik, yenə çatmır. Həmən gün elə 1-2 saat keçmişdi, qapı açıldı ya, Allah, Nazorun arxasından gördüm, qara dərili. Onun xaçını görəndən sonra, valla dedim ki, hələ bu xaç vuran əsl hələ budur. Bunun əlindən yəni qaçmaq mümkündür, hələ xaçı da bu bınlıqdır. Gördüm, yox, mənə mülayim danışır ki, sənə adres göndərəcəm, sənə məktub göndərəcəm. Yenə də çatmır mənə ki, yəni sənə necə rəftarlar, bunlar deyib, axı yaxşıdır. Məcburam yaxşı deməyə. Amma kameranın qarşısında dayanmışam da, qapı açılıb dayanmışam. Birdən mənə çeşdi bu yana ki, bu baxım görüm, bu yaxşı nəyə deyir. Baxdı, dedi, bunun matrasını, bunun ədyalanı, təsəvvürlə ay yarım ola, heç nəyin üstündə, heç nə yoxdur. Palojna verməyiblər. Digər əsirləri də görürdünüzmü? Mən Qızılxaç cəmiyyətini görəndən hardasa olar, bir həftə olardı sonra, gəldilər ki, bütöv beşiyi yox, yəni sən Azərbaycanist. Yəni, belə bir şey nətər ola bilər. Amma Qızılxaç cəmiyyəti adres yazı götürdü. Yəni ki, adresi dəqiq yazdım, verdim, belə götürmüşdü. Yenə beşiyi yığdım, çıxdım. Yenə başıma keçirtdilər, matrasaya da təhvil verirdi. Yenə gətirdilər, meydana gətirdilər. Yerevanın mərkəzinə gətirdilər, MT-nin təzyiqxanası da ora. Yəni, onu da sonralıqca bildik, yəni gələndən sonra. Yəni, hərbi əsirlərin elə bir dəyişilməsi üçün, çünki 95-ci ildən Qızılxaç cəmiyyəti yarandığına görə, yəni, Allah rəhmət eləsin, Heydər Əliyev dövrü vaxtı gəlmişdi. Yəni, danışıqlar prosesi gedirdi, sonra yəni, bizi hava xətti ilə dəyişilirdik. Belə, yəni ona görə Yerevana gətirdilər mərkəzə. Yenə də türmətdə bu. Amma türmədə düzdür, biraz səliqəlidir də, yəni ki, əvvəlki yerlərə baxanda səliqəlidir. Yenə də nazorlar, yəni ki, gətirdilər, qapıyı açdılar, açanda gördüm bir nəfər içəridə oturub. Yəni təzyiqxanada 2 nəfərlik. Girdim içəriyə, elə bildim erməni, dedim, zdravstoyçi, dedi, salam, mən də Naxçıvanlıyam. Belə dedim, ilahi, yəni mən də Azərbaycan, təsəvvürlə ki, danışığa adam həsrət aparır ki, bir də Azərbaycanlı danışığı olsun, bildin necə? Nəysə, bununla görüşdük, qucaqlaşdıq, görüşdük ki, dedi, bu da təzə tutulmuşdu. Elə bir Kamran təzə vaxt tutulub, ona görə Addenlə onu da gətiriblər ora. Hazırda məhkəmələri davam edən erməni terroristləri ilk dəfə gördüyünüz məqamı xatırlayaq. Hələ həmin təzyiqxanada bir Addenlə otağa nazor gətirdi. Girəndə həmin bu məhkəmə prosesində olan Ludvik var. Ludviki orada görmüşəm. Girdim, Ludvik qrajdanski formada, əlində ruçka, hələ yadıma da gəlir, əlində punovski ruçka, belə, basılma ruçka ilə belə də eləyirdi tez-tez. Bir nəfər də başqa vayni formada. Nazora dilər ki, sən çöldə gözsən. Uşum, keç otur, oturdum. Qayıtdı ki, adın nədir? Dedim, siz Azərbaycanlısınız. Azərbaycanlı görmüşəm deyimdən elə bir axtarıram. Dedi, yox, adın nədir? Dedim, Elşən. Dedi, Elşən, mən sənə deyəcəm, mənim dediklərimə yaxşı qulaq as. Dedim, eşidirəm. Dedi, səndən şərt kəsəcək. Demək, sənin 2 də yolun var. Ya bu türmədə çürüyəcəksən, şikəncəni. Yəni ki, bura hələ belə yerdir. Burada şikəncəni ya çürüyəcəksən, ya da 2 il döyüşməlisən özüçülərə tərəf, bizdən özüçülərə tərəf döyüşməlisən. 2 ildən sonra sənə vayni bilet veriləcək, erməni vayni bileti, ad familyon dəyişiləcək. Sən ad familyon dəyişiləndən sonra sənə ev,
bir də ki, ailə qurmağa qadın verəcəklər ki, yəni sən Azərbaycandan başqa ölkələrdə gedə biləsən, çünki ad familin dəyişiləcək. Nə deyirsən? Dedim, çürüməyə məsləhət gör. Belə. Dedi, sən qorxmursan, yəni işgəncələrdən, ya nədən? Deyim, yox. Yəni, niyə görə yox? Bunlar, insan o həqiqətən bir şey vərdişləyəndə o dəqiqdir. Yəni, mən özümdə keçirmişəm onu. Onlar döyməkdən yorulmuşdu. Mən döyüləndə həzz alırdım. Elə bilirdim ki, hər gün mənə döysələr yaxşı olar. Yəni, mən Ludviki orada gördüm. Azərbaycanda da qəşəng də danışır. Bəlkə də imkanım olsaydı, onu orada da öldürərdim. Yəni, razıydım. Bəlkə də özümə iş verilməyinə razıydım. Yəni, indiyin özünə də razı olaram ki, mən özümə bəlkə iş versinlər. Neçə il fərqi yoxdur. Ancaq mən qisasım var. Yəni ki, adi heç nə yox. Bu, döyüşlər oldu. Gəncədə uşaqlar ki, qırıldı. Atmışdılar da, mina atdılar, partlatdılar, qırad atdılar. Mən onun səhəri pasportu ötdüm, getdim voyinkomata, adımı yazdırdım könüllü ki, hərbi əsir olmuşam, fərqi yoxdur. Özüm də qəşəng atıcılığı bacarım, snayperçi. Yəni ki, ora qeyd elədim, sonra bildilər. Yəni, ailəm də bildi ki, niyə belə eləmişsən, yəni ora-bura. Yəni, o bilsən necə, biz hərbi əsirlərdə ən çox bir dəqiqə qisas, hərbi əsirlərdədir. Bəli, hərbi əsirlər. Çünki nətər unutmaq olar, sənə işgəncə verən, yox, düşmansan, silah məndə də var, səndə də var, vur, öldür, o başqa bir şey. Yoxsa sənə ləzziliyə, həzzala sən işgəncə vermək, o kimisə yadından çıxanmaz. Təxmin neçə Azərbaycanlı idi? Bir həftə olardı, qaldıq, sonra gəldilər Kamranla ikisimizi dediyim kimi, yəni 500 yığını evə gedirsiniz. 5-i yığdıq, 3-4 kamera bu izəldiyi açdılar, gördüm valla 8 nəfər, yəni bir-birindən qüvvətli, yəni uşaqlar. Dedim, valla elə Kamran, bunlar öldürəcək bizi. 8 nəfərin içinə girmək nə deməkdir? Belə gördüm Nazor'da ki, vaş zemliyakı. Ondan sonra bildim ki, Azərbaycan uşaqlardır. Yəni sonra qaldıqca 14 nəfərə çatmışdıq. Yəni hər zonadan tutulur da belədir, yəni iş prosesi. Eşən bəy, neçə gün sonra əsirlikdən azad olundunuz? Demək, ən yadda qalan, heç bəlkə indi sizə danışacağam, yəni ki, ən necə deyim, yaddan çıxmayan bir şeydir. Düz 2000-in iyulun 18-idir, ad günüm. Ad günüm günüdür, Pierre, fransız, gəldi. Qayıtdı ki, necədir yaşayışınız belə, Pierre də təzə getmişdi. Dedim, bəs içəriyə niyə gəlməmsən? Dedi, yox, burada məsləhət gördüm danışmağı. Nətərdir vəziyyət? Dedim, vəziyyət deyəndə ki, ad günümdür büyün. Mən hədiyyə gözləyirdim səndən. Özüm deyənə belə zarafat yana. Dedi, səhəsin elə biz hədiyyə gətirmişəm, heç ömür boyu elə hədiyyatdan çıxadamayasın. Açdı diplomatı, kağız çıxartdı. Dedi, onlara da perovod elə. 2 gündən sonra Azərbaycana geçsiniz. Yəni ki, uşaqlar da şoka düşdü. Yəni ki, elə bir şey, ad günü, yəni ki, birinci dəfədə elə bir şey əsirliyi, 1 il 8 ay əsirlikdə olasan, ad günündə gələlər. İndi ikinci bir məqam odur ki, gör Allahın varlığına qurban olum, o inanmayan var da, yəni. Yenə şükür. Allaha çox şükür, 2 də oğul övladım var. Birinci uşaq düz iyulun 21-i anadan olub, əsirlikdən gəldiyim gün. Bu terroristlərin yaxalanmasına necə oldu, xəbəriniz oldu? Evdə iş görürdüm. Birdən evdə, üzr istəyirəm, yoldaşım dedi ki, televizorda bu erməni terrorçuları tutublar. Ani moment mən çatanda bu həmən Ludviki göstərdilər. Sonra bunun arxasından başqasın. Dedim ki, o birinci gördüyüm nəysə tanış gəldi. Çünki vayne formada papaqda idi belə. Amma özümdə dedim ki, yəni belə bir şey varsa, hardasa bildim ki, məlumatımız olacaq bu barədə. Çünki yəni bizim o MTN işçiləri yəni, bu barədə aktivdirlər, şükür. Görüşə bilərik, hardasa yəni onların əlində rəsm var idi, şəkilləri var idi. Gəldi, görüşdük.
şəklinə baxan kimi dedim ki, hə, bunu tanıdım, adım bilmirdim. Yəni adın yanımda deməyiblər də, yəni deyəm ki, adı nə idi? Ardanbil Lüda nəysə obursu deyirdi. Obursu erməninin də deyəndə bu tərcümə eləyirdi mənə. Dedim, hə, bu mənə çox tanış gəlir. Əsas da gözləri, onun bir iti baxışı, özə bilsən necə? Yəni, sizdən elə bir sizin yerinizə oturmuşam, belə baxır gözümün içinə, ruçqanla da belə eləyir ki, bilsən yaddaşa vurur. O bir anlıq elə mənə yaddaşma düşdü ki, bunun gözü, hardan tanımasam da o gözlər var, ha. Yəni, Allaha qurban olum, hər insana bir deyə şey verir. Yəni, o nəzərdən qaça bilməz də. Yəni, bildiyim qədərilə Azərbaycanlı əsirləri məcburi işlərə cəlb edirdilər. Siz də məcburi hansısa işə cəlb edirdilərmi? Dimitri Kalisov əsir yoldaşım Azərbaycanlıdır, Montində qalırdı. O həmişə mənə deyirdi ki, mənim qardaşım bir deyildi, sən də oldun iki. Niyə görə? Çünki işlədiyimiz yerdə hiss elədim ki, nə var bu da xaç pərəsti. Bildim, xaç da qız rus olub. Bunu atdelni iki ermənin yanına salıblar ki, həm bunu işləsinlər, həm zülüm versinlər. Bildin necə? Atdelni gəlib, eyni təzyiqxanada qalıb kameralar atdelni. Hiss elədim ki, bunu da elə bir, baxma, saldat ola, ora türmədir də üşək. Həmən yer türmədir. Yəni, saldat türməsi ola, deyəsən, öz saldatları başqa bir şey. Gördüm ki, bu ayrı işlədirlər. Hiss elədim ki, bu nəysə bizi kimi davranırlar. Həmən günü qismət oldu, Pierre gəlmişdi. Pierre'ə dedim ki, burada Rus olmalıdır, Rus Azərbaycanlısı. Təxminən dedim, ha, maraqlanarsınız, həmən günü Dima gətirdilər. Gətirdilər ki, demişdi ki, bu Elşanyanı deyib, enənsi, Dima mənə qucaqlayıb ağlayırdı ki, mənə elə bir zülüm verirdilər o 2 dənə erməni. Elə bir erməni yanına sahibə ki, o şimdi dinizim yox idi, qorxurdum, yatmağa da qorxurdum. Boğub öldürməsinə ya nəysə ki, yəni sən mənə yaşatdın. Əsirlik əlbəttə ki, çox böyük bir travmadır. Təbii ki, heç bir anını unutmaq mümkün deyil. Amma sizin üçün, yəni xatirənizdən bir an olsun çıxmayan bir hadisə varmı? Allah rəhmət eləsin, əsir yoldaşımız var idi, Lenin xalacının Səlyanın Əhməd. O gəldi, 2 uşağı qaldı, o rəhmətə getdi, nəysə əməliyyat olundu, əməliyyatdan sonra rəhmət etdi. O əsirdən sonra bir oğlu, bir qızı qaldı. Demək, o elə bir ki, ştanqla məşğul idi. Yaxşı belə hündür boy, hələ mənlə yaşı dedi. 79 təvəllüd dedi. Demək, o yadda qalıb ki, bunu mənimlə bir yerdə çıxartdılar, türmənin zibilini atmağa. Demək, bir arayik var, yekə bir şeydir də, nazordur. Bu həmişə sıxır bizi. Yəni, vurur da, yumruqla təpik fərqi yoxdur. Bir də dijurnusu var, Samo. Demək, bunlar bizi çıxartdı zibili aparmağa. Zibili aparmaq üçün də şefin bir dənə qaracı var, maşın qaracı, betonla. Həmin yerdən keçib çıxırıq çölə, sonra gəlir. Yəni, qapılar da hamısı sekretmi. Apardılar, zibili boşaldana qədər bu Əhmədi başladır Əhmədliyi vurmağa, yumruqla ki, sənlə qayıdacaq, güləşəcək. Həmin o betonlu yerdir. Arayıq vurur. Həmin arayıq vurur, Samo deyir ki, lazımdır, deyir, yox, bununla bu idman şeydir də, zdarovdur. Əhməddən canlı da bu, təsəvvürlə. Amma Əhmədin bədən forması var da, yaxşıdır, yəni özünə görə iridir. Getdik, gəldik. Getdik, zibili atdıq, gəldik. Mən də buna deyirəm ki, Əhməd, güləşsin, nə bada bunu, bilirəm də, Əhmədin də xasiyətini dedim, nə bada bunu yıxasan. Çünki əsirlikdə gəl günü qara eləyəcək bu. Tembolu əsirsən də, sən durub o çırmağa, deyək, sən işin olmaz. Mən bilməm nə qayrəsin. Gəldik, zibil vedrələrini qoyduq. Təzəllə düjurunu o tərəfdən baxır, mən də bu tərəfdən. Ani moment başlamağı ilə Əhməd götürdü bu, elə də yox, arxasını vurdu betona. Durdu Əhmədə bir deyə vurdu ki, yox, sırazı yox. Bildiğin yanına xalın elədi. İkinci reis. Amma düjurnusa dedi ki, lazımdır. Gördü də ki, Ani moment Əhməd bu qoydu yerə. İkinci dəfə də dayanmadı. Əhməd bu dediyi kimi də bir ara zora bura istədi Əhmədə güc elə. Əhməd yenə qaldırdı. Biraz şey yox, biraz əvvəlkindən möhkəm elə bir vurdu betona.
Betonda çınqıldaşlar çıxıb. Əhmədə də deyirəm ki, Əhməd, sənin günün qara oldu, ikincidir. Durdu, dedi, yox. Zatır, yox. Üçüncü dəfə. Əhməd dedi, yaxşı. Əhməd bunu aldı başının üstünə, düz qaldırdı başının üstünə. Başının üstünə əlini buraxdı. Əlini buraxdı, bel üstə nətər düşdü yerə, səs çıxdı da, elə bir belə interesli səs çıxartdı. Elə bir bunun yıxılmağına düşürün Əhmədi vurdu. Bildin necə? Vurdu. Rəhimov. Allah rəhmət eləsin. O təsəvvürlə ki, deyirəm anim, amma yəni Əhmədə girə bilməzdi. O bilirdi, özü də bilirdi. Əhməddən böyük şey idi, canlı idi. Anim Ahmet, yəni Əhməd gör bezdi də, özü də bezdi ki, o savırır da. Qaldırdı, əlini buraxdı. Bel üstə düşdü, kürək üstə düşdü yerə. Pis təsirlə daxil şey ki, sən nə vardın beləncə? Əhmədi vurdu, bunun üstündə mənə də vurdu. Təşəkkür edirəm. Nə qədər ağrılı acılı olsa da, həmin anları bizlərlə bölüşdüyünüz üçün. Sağ olun. Allah razı olsun. Dəyərli izləyicilər, studiyamızın qonağı erməni terroristləri tərəfindən işgəncələrə məruz qalan Eyşən İslamov idi. Sağ olun.